yaradıcılığı. Ulaq. Axşamınız xeyir istəhlilər. Xoş gördük sizləri hamılıqca. Ağır yığnaq ellərimiz, obalarımız, yurda dayaq dədələrimiz, 12 taxta tumanlı, dili alxışlı, gözü imanlı nənələrimiz, cavan comru qız gəlin. 7 günün 7 gecəsinin ayrılığından sonra xoş gördük sizləri. Qulağı səsdə olanlarımız, gözü könlü yol çəkənlərimiz, saza sözə iki tərpənənlərimiz, sözün sovun hovqatına isinənlərimiz, işığına çevrilənlərimiz, hər birinizə mərhaba. Yönünüz haqqa, yolunuz Tanrıya olsun həmişə. Mərhaba içimizdəki müdrikliyə. İstəylilər, içində olduğumuz bu aralıq ayı bütöv ili iki yerə bölür. Elə bil iki tərəfin, iki qütbün arasındadır. Bir üzü payızdan, bir üzü qışdan yanadır. Elə ilin ən uzun gecəsi, qısa gündüzü də bu ayın payına düşür. Bu vaxtın 21 aralığına düşür. Vaxtın sirri, sehri çoxdur. Elə böyük çillərin başlanğıcı da bu vaxtın hesabına yazılıdır. Yeni ilimiz xoşluqlarla gəlsin. Yeni il at ilidir. İlan ilinin atlamağımıza sayalı günlər qalır. Təki sağlıqlar olsun. Vaxtın olasıları, deyiləsiləri o qədər çoxdur ki, vaxtın yerli yataqlı söylənməsi də vaxtın öz payına düşür. Sağlıqlar olsun. Gələn qışımıza mərhabalar deyək. Mərhaba. Dünyanın yaşıdır, yaşdaşı olanlar. Mövlana Xoca Əhməd Yasəvi. Müstəqil dostlar, əzizlər, yerinə düşər ki, desək ki, Bolşevik Sovet sistemində saysız hesabsız şairlər gördük. Amma seçiləsilər 1-2 barmaq sayı qədərindədir. Xorda oxuyanlar içindən seçilən, az söz adamı, ürəklə şair dediyimiz, sözünə qızındığımız Əli Kərimin adını hörmətlə yad edək. İrfanı sufi ucalığında yerini əbədiləşdirib, Füzuli babamız haqda dediyi misralar əlimizdən tutur. Pir olmuş Əli Kərim deyir ki... Bildim sözü hara gətirirsiniz. Şair deyir ki, dünya səni qocaltdı, yaşıdın olsun deyə. Pir olmuş söz piri Füzulini dünyaya yaşıd tutur. Mən də bu uca sözü deyəcəkdim. Dünyanı ovucularında, Tanrı bərabərliyində tutan, öz oxu ətrafında fırladan bu uluca ucalardır. Bir sözlə Füzulilər. Dünya özünə yaşıd kimi qiyas tutduqlarıdır. Dünyanı dünya eləyən, uçurumdan, pisliklərdən qoruyan, qurtara bilənlərdir. Yeridir deyək ki, dünyanın özünə yaşıd elədikləri arasında Əli uluca ustadlarla üzümüzə irfan qapıları açmışdı Tanrı. Xoca Əhməd Yasəvi kimi Əli Tanrı ətəklərinə çatan Mövlanə ulularla. Yeridir deyək ki, Mövlanəlik uca yaradana xas olan, indi uca Tanrı məqamına ucalanlar, Mövlanə mərtəbəsinə yələnlərdir. Tək bunu demək yetərlidir ki, Həzrət Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhidən sonra
İslam elmi Quran tam şəkildə Xoca Əhməd Yasəviyə verilmişdi. Bu baxımdan da Ulu Mövlana Xoca Əhməd Yasəvi Peyğəmbərin ölüm yaşından sonra yaşamağı lazım bilməmiş, yerin altında bir hücrədə gizlənmişdi. Yasəvinin Divan-ı Hikmət adlı əsərində yerin göyün hikmətləri öz əksini tapır. Tanrıya bəlli sirlərdən xəbər verilir. Divan-ı Hikmət sufilik bilgisinin təməllərini şərh eləyir, hər dövr üçün keçərli öygülər verir. Doğruluğun, ədalətin hakim olmasını anladır. Başqa cürə həyat fuc və əfsanədir. Mövlana pir olmuş Əhməd Yasəvi bütün əsərlərini Oğuz Qıpçaq ləhcəsini mənimsəməklə Cığatay türkçəsi ilə yazmışdı. Xoca Əhməd Yasəvi haqqında əvvəlki saylarımızda da geniş danışmışdıq. Odur ki, uca vaxtın dedikləri də bir dedikdir də. Səndən gələn xoşdur bana, ya gül göndər, ya da tikan. Mehrin də xoş, qəhrin də xoş, ya xalat ver, ya da kəfən. Budur sufi yolçuluqları, əxlaq, ədəb gələnəyi. Axır zaman alimləri zalim oldu. Xoş gəldin deyə bilənlər alim oldu. Haqqı deyən dərvişlərə zülüm oldu. Əcəb söylə zaman oldu dostlar. Ruhunu alqışlar. Yerin uçmaq olsun dünyanın yaşıdı kişi. Dünyanı özünə yaşıd eləyən kişi. Söz də torpaq kimidir, lay-lay, qat-qat. Torpağın altı üstünə nə qədər yaxındır, nə qədər uzaqdır, onu bir yaradan bilər. Şükür yaradanın böyüklüyünə. Torpağın sirri, sehri, möcüzəsi tək yaradana bəllidir. Torpaq dediyin altı nədir, üstü nə? Bu da bir sirri xudadır. İraq hər birinizdən şər deməsən xeyir gəlməz. Bir qarğış da var. Deyir altın üstünə çöyrülsün. Bu torpağa olan qarğışdır, İraq. Sözün də altının üstünə çöyrülməyindən haşa. Elə bu dəstiri söz də bir çala torpağa bənzər. Bu üzündən o biri üzü ya görünər, ya görünməz. Sözün içi nə qədər desən, dərindən də dərindir. Bu üzündən o biri üzünə bir ömrə gedib çatmaq olmaz, ay sağ olmuş. Söz də belə layılı qatlı olduğundan insanın da 7 qatından keçər. İnsanı qatlarından keçirər. Su dağın, daşın 7 qatından keçib gəldiyi kimi. Söz qanadlıdır. Ən yürək atdan da yürəkdir. Söz burada, sorağı Al Osmanda. Keçən verişlərimizdə Aldədə tapınaq ocağından danışmışdıq. Al irfan anlamında söz önünün bir çox sözlərimizdə işlək olduğunu xatırlatmışdıq. Sözün Al Məmmədi də var, Al Osmanı da. Al sözə mistik, irfan, eləcə də bir sehr qatır. Elə Al Osman sözünə də aydınlıq gətirək. Al Osman epos dastan təfəkküründə cəmi yurtları ifadə eləyir. Türk uluslarının ortaq adıdır. Sözün Al Məmmədi də ki, sözün için içalatın nə mənə olduğunu anladır. Adam adama sözünün Al Məmmədi nə deyə sözünü de qutar. Deyir sözü ağzından bişir çıxar. Necə ki sözü deməmsən sənindir. Elə ki dedin daha söz səninki deyil. Uçdu getdi. Ardınca hayır, nə çata bilərsən, nə tuta bilərsən. Sözünüzü əzizləriniz kəssin. Sözünüzün dalında balanız dursun. Bir də deyərlər, sözünü balla kəssin. Bir də deyərlər,
dərdlərini unut, amma sözünü unutma. Söz haqdır. Haqq deyəndir. Dədələr sözü yerdə qalmaz. İstəylilər, haqq sözü deyənlərdən olun. Sözünüz haqdan gəlsin. Yönünüz haqqa, yolunuz Tanrıya. Bir tarixi xatırlatma, tarix ruh kimidir. Başımız üstdən yuxarıda Tanrı ətəklərindədir. Türk xalqı Tanrıdan aldıqlarını, eşidib bildiklərini, qurub yaratdıqlarını öyüc elədi. Babadan nəvəyə, atadan oğula ötürə gəldi. Qırmayaq bu şəcərəni, yoxsa tarixin qırmancı başımızdan əysik olmaz, ağır dərddir. Tarix sadəcə ötüb keçən yaşanmış vaxt deyil, öyüc örnək yeridir, dərs kitabıdır. Şükürlər ki, bizlər kitabı olan xalqıq, sətir-sətir daşlara söz sov yazmış xalqıq. Belə daş abidələrdən, daş kitabələrdən biri də Gültekin abidəsidir. Gültekin tarixin yaddaşında saxladığı, dünyanı özünə yaşıt bildiklərindəndir. Miladın 685-ci ilində Orxon çayının sahilində Ötükənddə doğulmuşdu. Qısa ömür yaşamışdı. Qutlu Xaqanın oğluydu. Böyük qardaşı Bilgə Xaqandı. Ötükənlər türklərin dövlət qurduqları yerlər, yörələrdir. Gültekin də dövlət gələnəyinin qurucularından idi. Ruhları şad olsun. Gültekin abidəsi üzərində türk runik əlifbası ilə yazılan bir neçə olmuş tarix belədir. Gültekin olmasaydı hamımız öləsiydik. Kiçik qardaşım Gültekin öldü, özüm yas tutdum. Görən gözüm görməz oldu, kəsən ağlım kəsməz oldu. Özüm düşüncəyə daldım, zaman tanrısı belə yazmış, insanoğlu ölümlü yaradılmış. Mən tanrı tək, tanrıdan bolmuş Türk Bilgə Xaqan, 9 Oğuz bəyləri, bu sözümü yaxşıca eşit. Nəsə, məsələ budur ki, gün doğandan gün batana bütün ərazilər, xalqlar bu xaqanatlığa tabidir. Yeridir deyək ki, Orxon abidələri bitiyinin tərcüməsi işlənib hazırlanması üçün böyük yorulmaz alim Ramiz Əskərin ruhuna salavat çevirək. Ruhu şad, yeri uçmaq olsun. Amin. Yazmağı bizdən, Yazmağı sizdən. hər söz, hər ifadə, hər deyim çox-çox əski zamanlardan soraq gətirər. Hərəsi də bir tarixlə, olacaqla bağlıdır. Söz var, deyir ki, filan kəsin qarnının altını bilmək olmaz. Dəlinin sözü olmasın, elə sözün də qarnının altı olur, yəni at qatı. Və nədir? Dilimizdə bir deyim var, qan içən. İndi qəddarlıq, zalımlıq bildirən bir ifadə kimi işlədilir. Bəs bu söz öz başlanğıcını hardan götürür? Bu yozumu çatdıraq qulluğunuza. Bildiyimiz kimi Türk tarixi fatihli tarixi, imperiyalar tarixidir. Bu tarix döyüşlərlə, qəhrəmanlıqlarla dolu zəngin keçmişdi. Türklər tarixə hələ çox-çox əski zamanlarda Mete kimi, Alp Tonga kimi, Atilla kimi, orta əsrlərdə Çingiz xan kimi, Batı xan kimi, Əmir Teymur kimi yüzlərcə sərkərdələr, fatihlər bəxş eləmiş bir xalq olub. İmperiyaların sərhədlərini Çinin, Bizansın sınırlarına söykəyən türklərin yüzlərcə tarixi döyüşləri, yürüşləri, qələbələri, ağır sərkərdələrin,
igid əskərlərin adına yazılıb. Həm tarixi mənbələr, həm rəvayətlər, söyləmələr göstərir ki, uzun, həm də uzaq məsafəli döyüşlər zamanı azuqəsi qutaran əskərlər atın boyun damarını çərtib qanını içərlərmiş. Bu da döyüşçülərə yeni qüvvə, ruh gətirər. Onları daxilən, mənən təzəliyər, qələbələr təmin olardı. Bu adət həm əski zamanlarda Mete, Atilla kimi sərkərdələrin, əskərlərin, həm də orta əsrlərdəki döyüşçülərimiz arasında geniş yayılmışdı. Bu gələnəklə azuqə qurtardıqda belə döyüşçülər aclığa qalib gələr, düşməni çaşbaş salardı. Belədir, düşmən azuqə gələn yolları kəstirdiyindən qoşunun acılıqdan tələf olacağını gözlədikləri halda birdən-birə öldürücü həmlə ilə qarşılaşar. Belə də məğlub olmaları qaçılmaz olardı. Bir qurtum qan can üstə can yetirərdi. Bu adət, qan içmə adəti sonralar da özünü qoruyub saxlaya bilib. Bəzi yörələrimizdə indi də qurban kəsilən heyvanların qanından bir qurtum içilir. Bu savab sayılacaq işdir. Həm də aydındır ki, cana faydadır. Amma qan içmək, qan içən ifadələri sonralar öz məzmunundan çıxıb daha çox zalımlığı ifadə eləyir. Düşmən qanın içmək isə daha çox heyf çıxmaq, öc almaq anlamındadır. Vətənə düşmən qanı içən at ağızlı, qurd pəncəli, aslan ürəkli oğullar gərəkdir. Necə ki son döyüşlərdə əskərlərimiz düşməni pərən-pərən elədi. Sarp dağlardan aşıb Şuşanı möcüzəli şəkildə azad elədi. Tarix yazdı. Bir görməcə, bir bilməcə. Bir güllü gülməcə. Söhbətimizin bu yerində, bu yönümündə, sazımızın, sözümüzün bu şirin, şıdırğı çağında 20-25 ilin söhbətidir. Bulağın Canbir, Qambir qardaşı Qəmbər Xudulunun Xaçmazdan adımıza yolladığı bir söz sovqatın təkrar çatdıraq sizlərə. Qəmbər qardaşımız yazıb ki, çox qədimlərin söhbətidir. Amma unudulası deyil. Deyir Süleyman Peyğəmbərin vaxtlarıymış. Süleyman Peyğəmbər bir gün cəmi məxluqata elan eləyir ki, filan gün, filan vaxt, filan saatda mən filan yerdə olacağım. Bir dua ərz eləyəndən sonra cəmi məxluqata, dünyada nə qədər canlı varsa bəyan eləyəcəm ki, kim mən olan yerə tez çatsa, Peyğəmbərdən mükafat alacaq. Dünyanın ən istəkli canlısına çevriləcək. Odur ki, həmin andaca bütün canlılara fəhm gəldi. Cəmi məxluqat üz qoydu Peyğəmbərə tərəf qaçmağa. Uzun sözün qısası, qaç ha qaç, gəl ha gəl. 7 oymaq, 7 bələn, 7 çay, 7 dərya, 7 dağ-dərə keçə-keçə, 7 günlük yolu bir nəfəsə gəlmək arzusu ilə hamı üz tutdu Süleyman Peyğəmbərin vədə yerinə. Deyir Peyğəmbərin kəlamını eşidən bir tısbağa da lap yaxında bir addımlıqda pal-palçığın içində büzüşüb qalıbmış. Bu heynədə bu anda ürəyi ağzından çıxan bir ceyran özün çatdırır Süleyman Peyğəmbərə ki, Xudavənd-i aləm, birinci mənəm, özü də 40 günlük bir yoldan gəlirəm. İşi belə görən tısbağa tez boğazın palçıqdan çıxarıb, biraz yerində çapalaya, çətin dedi. Ey yerin göyün sirri sahibi, mən ceyrandan qabaq gəlmişəm. Palçığa batdığımdan səsimi tez çıxara bilmədim. Süleyman Peyğəmbər çövürülüb soruşdu. Ey gözəllər gözəli, sən hardan gəlmisən?
Neçə bələn dağ keçib keçid aşmısan, dağ-dərə ayaqlamısan. Tısbağa utancaq qayıtdı ki, Çin maçından gəlmişəm. Süleyman Peyğəmbər bir gün gülcə gülümsədi. Çin maçından? Ay gözəlim göyçəyim, oxşuyur elə qolundan, qıçından. Yığınağımızın gülməcə payına dədəmiz Qorqud atadan bir pay artıraq, rəng qataq. Bir Ozan söyləmiş ki, qarılar dörddürlüdür. Birisi solduran soylu, birisi tolduran toydu, birisi evin tayağıdır, birisi necə söylərsən bayağıdır. Evin tayağı odur ki, yazıdan yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol axı yedirər, içirər, ağırlar, əzizlər göndərər. Ol Ayşə, Fatimə soyudu xanım. Onun bəbəkləri bitsin, yəni övlad sahibi olsun, doğsun, törəsin, ocağına buncalayan övrət gəlsin. Ol kimi solduran soydur, səpadəncan, yəni o başdan yerindən uruturar. Əlin yüzün yumadan yoğurt gözələr. Toyunca tığa basa yiyər. Əlin bökürünə urar aydar. Bu evin xarab olası. Ərə varalıdan bəri dəxi qarnım toymadı, üzüm gülmədi. Ayağım başmaq, üzüm yaşmaq görmədi. Deyir, nə olaydı, bu öleydi, birinə dəxi varaydım. Onun kibinin xanım bəbəkləri bitməsin, ocağına buncalayan övrət gəlməsin, İraq belələrindən belələri də övlad gətirməsin. Ol kim yolduran toydu, yerindən uruturdu, əlin yüzün yumadan obanı ol ucundan bu ucuna çarpışdırdı. Qub-qubladı, dün dinlədi. Öynəyəcən gəzdi. Öynədən sonra evinə gəldi. Gördü ki, oğru köpək yekətana evin bir-birinə çatmış. Toyuq kosmasına, sığır tamına dönmüş. Qonşuları çağırar ki, yetər, Zəlixə, Zübeydə, Üreydə, can qız, can paşa, ayna, mələk. Ölməkə getməmişdim ki, yatacaq yerim yenə bu xaraba olasıydı da. Nə olaydı, mənim evimi də bir ləhzə baxaydınız. Bunun kibinin xanım bəbəkləri bitməsin, ocağına bunun kimi övrət gəlməsin. Ol kimi necə söylərsən bayağıdır. Evinə bir udlu qonaq gəlsə, ər adam evdə olsa, ona desə ki, tur, əkmək gətir, yeyəlim. Övrət deyər, neyniyim bu yıxılacaq evdə, un yox, ətmək yox, dəvə dəyirmandan gəlmədi, yönün anaru sağrısın ərinə döndərər. Ərin sözün qulağına qoymaz. Ol Nuh Peyğəmbərin eşəki nəslüdür. Ondan dəxi xanım Allah sizi saxlasın. Ocağınıza buncalayan övrət gəlməsin. İstəylilər, sözümüzün bu bitdiyi yerdə onu da xatırladaq ki, dədəmiz Qorqud ata millət qadından başlar deyərdi. Əslində qadın necədirsə, millət də öyləsidir. Vaxtın vədənin bu əyri vaxtlarında, yükü əyən çağlarında Tanrı əsl qadınlarımızı, ana bacılarımızı, qızlarımızı, qız nəvə nəticələrimizi qorusun inşallah. Həm dilimizin, həm də dinimizin kitabı qadına böyük önəm verib. Nədən ki, millət qadından başlayır, əyri çəkənlərdən min haşa.
hütüt quşu. Hə, bu da bir gizlincənin aşarı. Cəmi ululara, köçənlərə Tanrı dərgahı arzulayırıq. Onu da deyək ki, Süleyman Peyğəmbər Tanrının ən istəkli peyğəmbərlərindən idi. Həm də dünyanın ən böyük 4 bölümünün padşahı idi. Padşahlıq atası Davud Peyğəmbərdən qalmışdı. Süleyman Peyğəmbərə Tanrıdan çox vergilər verilmişdi. Ədalətdə, səltənətdə adla bir hökmdar idi. Həm də möcüzələr sahibi idi. Tanrıdan cəmi məxluqatın dilini bilmə, heyvanlarla, quşlarla konuşma möcüzəsinə sahib idi. Deyir çöldə qaçanlar, dəryada üzənlər, göydə uçanlar, yerdə sürünənlər Peyğəmbərə xəbərlər çatdırar, əmrinə tabe olardılar. Cəmi quşların çevrəsində hütüt deyilən quş sürüsü vardı. Aralarında bir hütüt Peyğəmbərə çox uzaqlardan xəbərlər gətirərdi, olmuşlardan agahlardı. Bu hütüt Peyğəmbərin çox sevimlisi idi. Hə, istəydilər. Sözümüz bu olmuşların nə qədər rəvayət, rəvayətlərin nə qədər olmuş olmaları üstə deyil. Yaddaşımızın alt qatında, saxlanc yerində bir misal qalır. Tələsik danışanlara, oradan-buradan xəbər çatdırmaq yönündə olanlara deyərlər. Hütüt quşu kimi hüttülüyüb tökür. Hə, hütüt quşu şanapipi quşudur. Görün, 1000 illər öncələrin olmuş olayları, ağızda dildə gəzən rəvayətləri, söyləmələri, gizlinləri yaddaşın saxlancında necə qalır? Necə qorunur, hütüt quşu kimi hütülləmək sözə baxır. Çox demişik, söz tarixdir. Böyük tarixlər çox vaxt qısa, kiçik, hətta bir hecalıq sözlərdə necə qalır? Yol gəlir, özünə qayıdır, dönə-dönə üzə çıxır. Yaddaşımız qədim qayım olsun. Yaddaş da sözlə, tarixlə, olmuşlarla, söyləyənlərlə bərkiyir. Hə, qədim qayım qalır. Söz gəlmişkən yeridir deyək. Məhəmməd Peyğəmbərin əxlaqı, Süleyman Peyğəmbərin xoşbəxtliyi, Eyyub Peyğəmbərin cəsarəti, Yusuf Peyğəmbərin gözəlliyi sizlərlə olsun istəklilər. Sizlərlə olsun. Beləcə vaxt siyirmə qılınc kəsdi başımızın üstün. Bir də 7 günün, 7 gecənin ayrılığından sonra görüşənədək hər birinizi o bir gözə görünməzə ismarlayırıq. Bugünkü yığnağımızın sözün sovun düzüb qoşan, bəmin bəm, zilin zil eləyən Tahir Talıblıdır. Sözün tozunu alıb parıldadanlar da bizi. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusifcanlı. Bəs sözü söz urbatında ucalandıran kim oldu? Kim olası da Aypir olmuş. Gülşən xanım Səmədli. Biz sağ olun, Sağlıqla qalın.